Daim test incəsinə baxırıq. Azərbaycanın feodal dövlətləri 9-11-ci əsrlərdə. Azərbaycanı ilk dəfə türk mənşəli sülalənin hakimiyyəti altında birləşdirən dövlətin paytaxtı təbii ki, Sacilər paytaxt olacaq. Ərdəbil 2. 1 Təbriz, 5 Dərbənd, 4 Şirvan, 3 də təxmini düşür İrəvan tərəflərə, Naxçıvan tərəflərə. Hansı hökmdar haqqında məlumat verilməmişdir? Səlcuqdan asılı olaraq mələk titulunu qəbul etməsi təbii ki, bu olacaq. Birinci, heç yoxdur ki bu. Fəribir, yox var imiş, görmədim. Birinci Fəribir. Bərdədə öz adına pul kəstirməsi. Bu təbii ki, olacaq Yusif ibn Əbsac. Beyləqanı Şəddadilər dövlətinə birləşməsi Fəzl ibn Məhəmməd. Xəzər dənizinin ticarət gəmisinin üzməsi Mərziban ibn Məhəmməd. Amma ləşkəri haqqında heç bir məlumat yoxdur. Ləşkərdə Şəddadilər yaratmışdı. Göstərilənlərə aiddir. Xəlifə mütəvəkkilin ölümündən istifadə edərək yaradılmışdı. Təbii ki, Şirvanşahlar. 11-ci 30-cu ildə paytaxta qət edilmişdi. Bəli, Şirvanşahlar. Məzədlər tərəfindən qurulan yarım müstəqil Bərd əmirliyinin ilk paytaxtı ilə Bərdə olacaq. Sonra da Gəncə, sonra da dövlət yaranacaq. Hadisə nəticə əlaqəsi düzgün verilmişdir. Oğuzların Rəvvadilər dövlət ərazisində məskunlaşması, Rəvvadilərin hərbi qüdrətin artması düzdür. 11-ci 60-cı illərdə Səlcuqların Şirvana yürüşü, Şirvanşahlar dövlətinin süqutu. Şirvanşahlar süqut edib 1538, deməli B ola bilməz. Fəzl ibn Məhəmmədin hakimiyyətə gəlməsi, Beyləqanın dövlətə birləşdirilməsi. Bu düzdür. Bizə verilməyən istəyir ha. Axıra qədər oxumuram. Deməli, buradan götürdüyü zaman B-ni. Fəzl ibn Məhəmmədin hakimiyyətə gəlməsi, Beyləqanın birləşdirilməsi. Bu düzdür. Bizə lazımdır səhvlər. Bunu götürə bilmərik. Salarilər dövlətinin yaranması Xəzər dənizində ilk dəfə hərbi gəmilər, yox, ticarət gəmilər, hərbi olmaz. Deyil səhvdir ilə B ilə D olacaq. Şirvanşahlar dövləti ilə Şəddadilər dövlətinin oxşar cəhətlərini müəyyən edir. Şirvanşahlar, Şəddadilər. Alanların və Slavyanların hərbi yürüşlərinə məruz qalması, elə bunu götürə bilərik. Məsələn, 1030-cu ildə Şirvanşahlar gəlmişdi. Şirvanşahlar gəlmişdi, nə idi? 1030-cu ildə Şəddadilərə Slavyanlar gəlmişdi. 1062-ci ildə isə 62-63 Alanlar gəlmişdi. Eyni zamanda da 32-33-cü ildə Şirvanşahlar da Slavyan, Alan sərirlərin yürüşünə məruz qalmışdı. Deməli, 1 olacaq 1. Xəzərlərə dostluq əlaqələr quran əlaqəsi yoxdur. Çünki Şəddadilər mübarizə aparmışdı. Ancaq Şəddadilər heç dostluqda yox, mübarizə aparmışdılar. Ona görə bu olmaz. Səlcuq dövlətinin nasıl olması bunu artıq götürə bilərik. 1054-cü ildə Şəddadilər, 1066-cı ildə Şirvanşahlar. Ərəb mənşəli sülalə ancaq Şirvanşahlardır. 1-dən 3 D variantı. Şirvanşahlar dövlətini Sacilər dövlətindən fərqləndirən hansı cəhətlər onu Rəvvadilər dövlətilə eyniləşdirir? Deməli, Şirvanşahları Sacillərdən fərqləndirsin, Rəvvadilərlə eyniləşdirsin. Ərəb mənşəli sülalə tərəfindən idarə olunması. Elə bunu götürə bilərik. Çünki Şirvanşahlar, Rəvvadilər ərəb idi, Saci türk idi, olmaz. Dərbənd səddin təmiri Sacilərə aiddir. Sacilərə də aiddir, Şirvanşahlara da. Ona görə 2 olmaz. Slavyanlara qarşı mübarizə aparması Sacilərin dövründə gəlmiş Slavyanlar. Yəni bu Rəvvadilər heç mübarizə aparmayıb. Deməli 3 olmaz. Azərbaycanın cənubunda yaranması Şirvanşahlar şimaldaydı, olmaz. Səlcuqların hücumuna məruz qalması, bəli. Şirvanşahlar, Rəvvadilər qalıb, amma Sacilər qalmayıb. Y variantı. Yusif ibn Əbsacı Mərziban ibn Məhəmməddən fərqləndirən hansı cəhət onu Babəklə eyniləşdirir? Bizansla müttəfiq olması əlaqəsi yoxdur Yusif ibn Əbsacı. Ərəb qoşunları ilə bir baş verən döyüşdə qələbə qazanması. Demək, Mərziban ibn Məhəmmədin dövründə ərəblərlə mübarizə yoxdur. Amma Yusif ibn Əbsacı 912-ci ildə, Babək də 830, 829, 36-cı ildə ərəbləri məğlub eləmişdi. Rey şəhərinin ancaq Yusif, Dərbənd səddinin bərpa edilməsi Babəkə aid deyil. Gürcü və erməni feodallarının tabe edilməsi Babəkə aid deyil. Sacilər 9-cu əsr, Sacilər 10-cu əsr. Kartlinin tabe edilməsi. Deməli, Kartli tabe edilib, nədir? Yusif ibn Əbsacın dövründə. Ona görə olacaq A bəndi. 2A. Çünki Yusif 10-cu əsrdə hakimiyyətdə olub. Cənubi Azərbaycan iqta kimi verilməsi 8-ci əsr 1-ə B. Vergi və maliyyə sahəsində tədbirlərin görülməsi. Bunu oxşara götürəcəyik. 9-cu əsr. Götürə bilərik. Necə götürə bilərik? 898-ci ildə Məhəmməd ibn Əbsac dövləti yaradanda
adına pul kəsdirmişdi. Deməli, vergi sahəsində islahat, maliyyə sahəsində islahatı var. Deməli, oxşar gedəcək. C. Yox, pul vəsaitini dövrəyə buraxması ayrıca verib. O zaman onu oxşara götürəcəyik D-ni. Pul vəsaiti. Vergi maliyyə sahəsinin tədbirlərini görməsi göstərəcəyik. 10-cu əsr Yusif ibn Səcün dövründə. Deməli, 2A Y, 1-ə B, 3-ə D, davamına baxaq. Azərbaycanı ilk dəfə Vaytalda türklərin başçılığı ilə. Bundan əvvəl Sasanlərin dövründə birləşmişik, Ərəblərin dövründə birləşmişik. Yəni, bu sırf ilk dəfə Saclərin dövründə yox. Desək ki, türk mənşəli sülalələrin başçılığı ilə ilk dəfə o zaman götürə bilər. Amma belə də götürə bilmərik. 1-ə B, 2-yə D, 3-ə də A ilə Y. Var elə bir cavab yoxdur, deyəsən ki, elə bir cavab. Deməli, 3-ə D, 2-yə A ilə Y, Y yox, A ilə C. Rəqəm isə işarə səhv yazmışam. 2-yə A ilə C, 1-ə də B. B variantı. Sacilər dövlətinə aid olan xüsusiyyətlər müəyyən edin. Azərbaycan torpaqlarının Vaytalla birləşdirməsi düzdür. Xəzərlərə qarşı mübarizə səhvdir. Samanlərə dostluq münasibətləri xeyir mübarizə aparmışlar. Paytaxtın dəyişdirilməsi düzdür. Mövcudluğu dövründə ərazisində yeni bir dövlətin yaratması bu salarilərə aiddir. Xilafət xəzinəsinə xərac göndərilməsi bəli. 1, 4, 6 D variantı. Ardıcıllığı müəyyən edin. Bərdə əmirliyinin mərkəzin Gəncəyə köçməsi 859. Beyləqanda Musa ibn Fəzlə qarşı qiyamın baş verməsi 1030. Dəbil əmirliyin meydana gəlməsi 951. Yezidiyyənin qarət edilməsi. Deməli, Yezidiyyə qarət edilib 1032-ci ildə Slavyanların yürüyüşü zamanı. Sacilərin ərəbləri ödədiyi verginin dayandırması 912. Deməli, 1, 5, 1, 5, 3, 2, 4 C variantı. Tiflis müsəlman əmri ilə bağlı yanlış fikir müəyyən edilir. Hakimiyyətdə olmuş sülalələrdən biri Cəfərlərdə düzdür. 8-ci əsrin 30-cu ildə yaranmışı düzdür. 9-cu əsrdə müstəqillik uğrunda mübarizə aparmışı düzdür. Əmirliyi idarə edən Şüeybilər sayəsi öz adlarına Şüeyblər yox, Cəfərlər desəvdir. 37-ci ildə Bizans erməni qüvvələrini ələ keçirməyə çalışdığı şəhəri müəyyən edin. Deməli, Bizans erməni qüvvələri ələ keçirməyə çalışırdı Dəbili. Dəbil olacaq 3, 1 Təbriz, 2 Ərdəbil, 4 Qəbələ, 5 də Dərbənd. 5-i 4-ü Şirvan tərəfdə götürə bilərik, Şirvan tərəf. Daha gec baş vermişdir. Əbləsvər Şavurun hakimiyyətə gəlməsi 1049. Oğuz tayfaların rəvacət ərazisində məskunlaşması 1028. Şirvanşahlar dövlətinin Səlcuqdan asılı vəziyyətə düşməsi 1066. Dəbil əmirliyin yaranması 951. Xudafərin köprüsünün salınması 1027. Daha gec, ən gec baş verən Səlcuqdan asılı vəziyyətə düşməsi C variantı. Daha sonra Rəvvadilərin paytaxt Təbrizə köçməsi ilə 81 yaranmasını götürək. 81 yox da 80-ci illər olsun. Dəbil əmri 951. Sacilər 941. Şamaxının paytaxta çevrilməsi 918. Şəki hakimiyyəti 9-cu əsrin 860-cı illər təxmini. Daha sonra Rəvvadilərin paytaxtı Təbriz olması. Şirvanşahlar dövləti, Dərbənd hakimliyi. Paytaxtın köçürməsi ancaq Şirvanşahlar dövləti. Deməli, 1 olacaq. Haşim ibn Əs-Suraqqa Dərbənd hakimliyi. 2-yə. Ərəb mənşəli sülalə tərəfindən idarə edilməsi oxşara C. Xilafətin mərkəzində baş vermiş türklərin qiyamından istifadəyə yaradılması bu təbii ki olacaq. Dərbənd, xilafətin mərkəzi Dərbənd əmirliyi bəli. 2-yə B, D. Sacə dövlətinə tabe edilmişdi hər ikisi. Oxşara da Y, D variantı. Verilən əlamətlər aiddir. Atay yurdu Dəbili tabe edib, Rəvvadilərlə və Tiflis müsəlman əmiri ilə dostluq münasibətləri qurub, Xəzərlərə qarşı mübarizə aparan feodal dövlətlərimizin yeganə hökmdar Fəzl ibn Məhəmməd D variantı. Verilmiş xüsusiyyətlər aiddir. 9-cu əsrin 60-cı illərində yaranmışdı. 860-cı illər. Təqribən 8 əsr mövcud olmuşdu. Yəni 16-cı əsrə qədər 1552. 51. Şəki hakimliyinin ləğvi. İslamla xristianlıq arasında kəskin qarşıdurma, deməli Şəki hakimliyindən söhbət gedir. Olacaq. Şəki hakimliyi Y variantı. 11-ci əsrin 30-cu illərinə aiddir. Xudafərin körpüsü 1027. Şəddadilər dövlətində hakimiyyət dəyişikliyinin baş verməsi 1034-ü götürə bilərik məsəl üçün. 30-34-cü illər. Rəvvadilərin Səlcuqludan asılı hala düşməsi 1054. Beyləqanda baş vermiş üsyana qarşı Şəddadi hökmdarının Slavyanlardan kömək alması 1030.
Şəmkirin Şəhzadələr dövlətinə birləşməsi, bu da dövlət yarananda Ləşkərin dövründədir. Aid olman dediyinə görə götürəcəyik 1-i, 3-ü, 5-i, 1, 3, 5 Y variantı. Oxşarlığı müəyyən edin. Xosrov, Yusif, Mərziban bin Məhəmməd. Yeni dövlət ancaq Mərzibandır. Vergi sahəsinin tədbirlərin həyata keçirilməsi götürə bilər. Mərziban Məhəmməd qanunnamə, Xosrov vergi islahatı, Yusif də eyni zamanda vergi və maliyyə sahəsində tədbirlər həyata keçirmişdir. B variantı.